Bilirsiniz, mən daha belə də siyasət müəssisət heç qozmadıdır. Prosto bir gördüyüm şeylər biraz reaksiya bildirmək istəyirəm. Şəxsi fikrim olaraq. Bir də buna baxın. Sizin verişlərə baxıram, amma sən mi deyim elə deyil. Onlar hər olabilirlər. Yox, mən Azərbaycan mediasına baxıram. Azərbaycanda profesional media da var. Ancaq bunu sizə bir şey deyim də. Həyatda ən çətin şey vətənə xəyanət etməkdir. Bunlar da deyil. Əlbəttə, göz şəklində mən sizə deyirəm ki, həyatda ən bir çətin şey vətənə xəyanət etməkdir, dövlətə xəyanət etməkdir. Mən o sosial yaşayan insanları səmimi deyirəm, mən yazayım gəlir. Bu nə məntiqsiz danışırdı. Ay Hikmət, ay sənin arvadınız kim? Neftin pulun yiyirsiniz. Dövlət deyirsiniz. Dövlətdə yaşayın. Ancaq dövlət deyirsiniz. Millət demirsiniz. Vətənə xəyanət demək, millətə xəyanət eləmək üstündür. Vətənə xəyanəti siktir elə qoy qırağa. Ona desənəm, uşaq pulu vermişsiniz. Qazilər özlərini asır. Əlillik vermişsiniz. 80 manat veteranlara pul verirsiniz. Ölən adamın ailəsinə 11.000 manat verirsiniz. Ondan sonra heç bir problemlə maraqlanmırsınız. Qaz kəsirsiniz, qaza limit, suya limit. İnsanlar minimum haqqı 400 manatla dolanmağa çalışır. Neftin pulundan xalqa bir qəpik xeyri yoxdur. İnsanlar vətənə xəyanət edir. Siz qəhbənin balasıysa insanlara xəyanət edirsiniz. Vətən torpaqdır, üstünə işiysən, sıçırsan. Amma insanın üstünə sıçıb işəmirsən. Amma siz insanlara pox günündə həyat vəd edirsiniz, göstərirsiniz, verirsiniz. Başqa həyat deyirsiniz, amma başqa şey verirsiniz. Vətənə xəyanətdən danışdın və insanlara edilən xəyanətdən niyə danışmırsan? İllərdir verilən vədlərdən niyə danışmırsan? Niyə insanların haqları yeyilir? 100-dən çox qazi özünü asıb, yandırıb, kəsib. Bunların heç biri işıqlandırılmır. Əskərlər ölür, heç kəs işıqlandırmır. Rüşvət pik həddədir. 10.000 adamdan 2 nəfəri cəmi prava imtahanından prava alır, imtahan verib. Hamı rüşvətlə alır. Universitetləriz rüşvət, məktəbləriz rüşvət, hər yer rüşvət. Hələ buna baxın bir dənə. Bir də bu. Yəni dünyanın ən bəlkə peysərin piki bu adamdır. Mən buna baxın. Hikmət müəllimin bizim opozisiyamıza yazığı gəlirsə, mənim həmin opozisiyaya baxanda bəzi nümayəndələrə onlara gülməyim gəlir. Yaxınlaşlar, Tural Sadıqlı yaxınlıq belə deyil. Onlar telefon çək. Sənin anavı sikim Kamran. Azərbaycan dilində danışa da bilmirsən. Burada da hələ səhifəndə, rəsmi səhifəndə İlham Nazarla şəkilzad qoymuşsan, İlhamın şəklini qoymuşsan, nəysə, hərdəysə. My kart, öz kartını da qoymuşsan bura hələ. Dilənçi qəhbən balası. Azərbaycan dilində danışa bilmirsən. Сегодня 151-я Abi sən ana dilin Rus dilidir. Putin siksin sizin ailənizdəki qadınları. Siktirin gedin Rusiyaya da la. Hamımız Rus dilində danışırız. Bəsdir. Emin Ağalov Rus dilində. Sibrizi dollarla satırlar. Açayım. Bizdə Avropaya qarışmırıq deyənlər Sibrizdəki evləri dollarla satır. Siktirin manatla satın da. Bəsdir. Nə qədər götəcilən olacaq susana, nə qədər götəcilən olacaq. Nə qədər götəcilən olacaq susana. Millət sikdirib ölür acından. Bura bax bir dənə, bayaq izləyicim atıb mənə də. Mən dünən demişdim, bir ana. Baxın. Dükana olan nisyə borcun verə bilmir. Dünən canlıya qoşuldu, dedim yaz mənə, mən nömrəsini ver, dükan yazsın, mən veririm. Bu da da millət bizi, 2 uşaq anası. Kişdillah, nədən danışırsınız? Ər yoxdursa arvad ya qəhbəli eləməlidir, ya da acından ölməlidir. Anaya qayğı deyə bir şey yoxdur ölkədə. Uşaq böyüdən anaya verilən bir muavinat, pul, yardım, uşaq heç nə yoxdur. Anavızı sikim. Hikmət, evindəki dar deşikli qızlarınızı sikim. Bəs dürüzdü ala bu milləti, sikdüzdü ala, bəs dürüzdü ala. Bu millət görürsünüz, soxub içinə. Danışa bilmir, yatmış şiirdir, buradan durursan orada yatır. Danış ki danış. Bu müsəlmana aid olan bir şey. Bunu sən başqa millətə eləyə bilməzsən. Başqa millətə qarşı bunu sən edə bilməzsən, adamın anasını sikərlər. Başqa millət, bir də sizə misal çəkim niyə edə bilməzsən, buna da qulaq olsun, anlayacaqsan. Baxın.
Adamın biri çeşme yaptırmış, üzerine de kocaman yazdırmış. Herkese helal, Müslümana haram. Ortalık karışmış tabii. Mesele padişaha kadar gitmiş. Adam padişahım izahı var ancak önce dediklerimin yapılmasını isterim demiş. İyice meraklanan padişah ferman buyurmuş, dediklerini yapmışlar. Önce bir haham efendiyi hemen tutuklatmış. Tabii Yahudiler hemen ayaklanmışlar. Haham efendi suçsuzdur, kefareti neyse ödeyelim diyerek bir hafta boyunca baskı yapa yapa adamı en sonunda serbest bıraktırmışlar. Bu sefer de suçsuz bir papazı tutuklatmış. Hristiyanlar da Yahudilerin yaptıklarının aynısını yapmışlar ve papaz efendiyi kurtarmışlar. Daha sonra o yörenin en sevilen imamını hem de cuma namazının ortasında herkesin gözü önünde tutuklatmış. Ama cemaatte tık yok. Aradan bir hafta geçmiş, herkes halinden memnun. Allah bilir ne alt yedi de tutuklandı. Biz de onu adam zannederdik diye dedikodusuna bile başlamışlar. Olup biteni herkese gösteren adam en sonunda şöyle demiş. İşte bu hale gelen Müslümanlara su içmek bile haramdır. Üzürsünüz. Bu günləri biz haqsız yerə tutulan dindarımızı belə müdafiə etməyib, arzunu müdafiə edibsə, bundan göt gündə həyatdan başqa sizə heç nə arzu edə bilmərəm. Başa düşdünüz? Müsəlman qədər bir-birinin dalında durmayan ikinci bir millət yoxdur. Ona görə bizə hər şey haramdır. Hər şey. Dindarlarımız tutuldu, şərləndi, 9 meydan TV qız işçiləri, mədəni, əxlaqı olanlar hamı tutuldu, şərləndi, heç kəs. Bu günləri arzum üçün bütün ölkə danışır. Ona görə də belə sürünəcəksiniz. Öpürəm. Hikmət Hacıyev, düz edirsiniz bu millətə. Üzr istəyirəm bayaqki söyüşlərə görə.